O şey dedik ki, iki massivi indi. Onu baxacağıq. Deməli, məsələn, bunu heç nə, bunu silək də artıq bizə baxdıq bunlara. Deməli, indi bizə tutaq ki, iki dənə sıralı A və B massiv verilib. İndi biz bu iki sıralı massivi birləşdirməliyik. Məsələn, tutaq ki, vektor intibindən məsələn, AB və C yazıram. C də bizim üçüncü alacağımız vektorumuzdur. Əlimizdə. Deməli, burada götürürük indi int, deməli, I bərabərdir 0, J bərabərdir 0. Yazıram ki, while nə qədər ki, deməli, olur ki, I kiçikdirsə, deməli, birinci vektorumuzun ölçüsündən asaysan və J kiçikdirsə B saysan nə olsun? If əgər bizim A elementimiz kiçik bərabərdirsə BJ elementindən onda nə edirik? C-yə pushback eləyirik. A-ni plus. Əks halında isə nə edirik? C-yə pushback eləyirik. BJ-ni. Deməli, indi burada birinin ölçüsünə qədər gedənləri əlavə elədik. İndi A-nın tutaq ki, elementləri artıq qalıbsa, əgər onda yazıram ki, while yenə indi A-nın artıq qalan elementlərini yığmaq üçün I onsuz qiyməti artıb, birbaşa kiçikdirsə int A size'dan onda C pushback eləsin, yenə eyni qayda ilə pushback eləsin A-nin elementi. Bunu B üçün də yazıram. Bu qalıqları əlavə eləmək üçün də artıq, əgər qalıqlar varsa. Bunda təbii ki, J yazmalıyıq, çünki yuxarıda J yazmışıq. B-nin davamı J-dədir. Yəni, bu məsələnin time kompleksisi olur ki, o tutaq ki, A-nın ölçüsü n-dirsə, B-nin ölçüsü m-dirsə, m plus m olur. Niyə m olur? Çünki eyni şərt daxilindədir onların time kompleksi dəyişmək, m plus m qədər olur. Yəni, tutaq ki, burada n dəfə bura davam eləyir, sonra da bu aşağı hissə davam eləyir, m plus m olur. Yəni, o da n-ə gedir elə. Yəni, bu kodun sonunda, tutaq ki, vektorumuz indi biz təyin edəsə buradan, tutaq ki, for int I bərabərdir 0, kiçikdir n, I plus plus, sin A'yı okay, for auto I tavşan nöqtəsi
tutaq ki, A-nın uzunluğu 4-dür. 1, yəni 4, 9. Ben niyə daxil eləməliyik? Sin A-ya, indi sin M olmalıdır. Bunun əhəmiyyəti yoxdur da. Niyə? Niyə proqram bitir orada? Hı? Niyə? Harı səhv eləmişik? Deməli, kiçikdir int b sayısından, okey, while nə qədər? Əla. A kiçik bərabərsə B-dən C pushback A plus plus əks halda C pushback B plus plus. Hə, Fuat xan, nə təklifin var? Birinci bayıldan sonra enerjinin sıfırlama verilir. Hı. Birinci bayıldan sonra ya da qalıqları əlavə eləyir axı. Yes. Saniyə işləmir. Problemi olsa özüm bilə yaptım elə. Zaten sizcə niyə işləmir? Bax 4 3 Ve olmalı orada.
Yo və olmadı. Çünki mən eyni ölçü qədər yığıram, sonra yerdə qalanların aşağıdakı faylına yığıram. Yox da elə ki, ikisindən biri əgər limitə çatsa... Və olanda biri boş olur axı. Məsələn, biri limitə çatıb, yenə fayl işləyir. Ona görə problem yaranır aşağıda. Deməyəcəm eşinə görə nə fikirləşirsiniz? C-yə əvvəldən size elədim. Necə yəni? C-nin əvvəldən ölçüsünü təyin edirdik. Burada M plus M yaza bilərik bura. Pushback можно сообщение. Yoxlayaq da. Değilmiş. C'nin en yukarıda olmalı. Hansı M? B M yazmışıq ama en təyin eləməmişik o yukarıda. Aşağıda Burada. M var, o yukarıda olmalı. Sən qədər. Düz. Ölçü vermişəm amma təyin eləməmişik. Nə olur onda? Vektora son bir dənə özü random bir ölçü verir, böyük bir şey. Sonra nə olur? Pushback eləyirik, onun da arxasına yığır. Başlayır nə olmağa? Partlamağa. Default olaraq yaddaşdan bir dənə dəyər verir. Bəlkə 215 verib heç. Məsəl üçün də default olaraq da random bir dəyər verir o söz. Qəşəng ala. Qəşəng. So, bu da belə. Burada başqa məncə şey yoxdur. Öncə məsələləri baxaq işləyək. Məsələlərə baxaq işləyək. Görək məsələ nə var burada hələ məsəl üçün bizim. Problem set. Two pointers. Mesela adını axtarıyorum. Two point məsələsi 2000-dən başlayır ancaq, yoxsa bu nəyə görə? Ratingə görə. 2000'den başlıyor. Ha, okey. Balaca məsələdir. 279B. Books məsələsi. Deməli deyir ki, Vena'nın N dənə kitabı var kitabxanasında.
Və Ender kitab ardıcıl düzülüb. Valeranın. Okey. O inci kitabı oxumaq üçün ayı zaman sərf edir. Deyir ki, Valera. Valera istənilən vaxt istədiyi kitabdan başlayıb oxuya bilər. Amma yalnız ardıcıl oxuyur. Və ümumi vaxtı T dəqiqədir. T dəqiqə vaxtı var. İstənilən kitabdan başlayır oxumağa, amma ardıcıl oxuyur. Və hər inci kitaba ayı dəqiqə zaman sərf edir. İndi bizdən deyir ki, maksimum nə qədər kitab oxuya bilər Valera. Yəni cəmi T-dən böyük olmayan ən uzun alt ardıcılığı tapmalıyıq. Son, asan bir şeydir də. 1400 olmağına baxmayın. Bura nə qoyublar? Binary search, brute force, implementation. Yox, bir daha bir. Nə? Yazda Fuat xanım. Bayaqdan buna aid 3 dənə məsələ yazmışım. Asan şey. Dedim də, cəmi T-dən böyük olmuyor. Hər böyük alt ardıcılığı olmasın. Yəni 5 söylürsən, max space, sağ olsun plus 1. Sonra başka bir şey qalmadı. Mesela hadi yazan istedim. Yazmasın. Yazma sana olsun. Yaklaşmamışsın 256 megabayt. Longdan götürmem. Gök sesdə nə məsələlər var ki, aid? Binary search site. Pointer site. O, qəşəng bax, sliding window var. Çox qəşəng məsələlər var. Bunlar işləyərik. Artıq bu point var. Yazdınız.
Beşi var mı ortada? Öyle öyle. Enten daxilləri vektorun yaratdığı samsızın resmi kurent ehtiyacı yoxdur ona. Okey, donlu el. Ya yox, belə bir şey yazmır da biz. Ve el minus minus nədir? Yoxlar. Yoxlar. Ben çıkmam öyle. Yani maksimum sıfır yani. 4, 5, 3, 2, 1. İşte. İşte məsələn 50 sadətdir, yəni yazmışıq 1000 dəfə olsun. Vektorumuzu yaratdıq, daxil elədik. Şimdi burada bir dənə long cəm götürdük, bərabərdir 0. Bir də best bərabərdir bu da 0. Bir də el bərabərdir 0. El bizim solda ilə əlimiz. For int r bərabərdir 0, r kiçikdir n, yəni right, r plus plus, cəm plus bərabərdir ayrı. İndi yazırıq ki, fail nə qədər ki, cəm böyük edən. Onda neyniyək? Cəmdən solu çıxaq. Cəmdən aylı çıxaq. Eli isə artıraq. Və best də həmişə bərabərdir max, best ilə r çıx l üstə gəl 1-ə. Cout best. Burada m artıqdır. Bunlar da artıqdır. Burada 3 aldıq. Burada biraz daha deməli düzlük kodumuz. Access'də belə məsələ var, buna baxırıq indi. Sum of two values. Access yazıb sum of two values yazsaz, gələcək məsələ. Baxam nə var? Baxın. Yine rezultatları da. Benim yapamam. Benim yapamam. Necə yəni? Yani AI gördüm. Ha, bunun sonra yazmışam.
Bəs bu məsələni həll eləyim. Deməli, ölçüsü n olan bir dənə array verilib və x cəmi verilib. Cəmi x olan deyir ki, iki fərqli dənə ədəd tapın ki, onların orijinal nömrələrini çap edeyim. Belə cüt yoxdursa da impossible yazın. Məsələni maplə yaz gör keçir. Baxdırın. Buna əvvəlkinə. Fortran maplə yaz məsələn. Bax map deyirdi. Məşnə sən də bizim bildiyimiz kimi. Amma 2 dənə pointer da yavaşda olmaya bilər. Anladım. Hər şeydən o başa düşdüyündə indi XS-dəki məsələni həll edeyim. Bu şeydir. Bu artıq yerlərini tapmaqdır indekslər. Bax nə yazını görən keçirir. Onsuz istifadət points məsələsi. Yazdım məqdə. Yazdım.
Okey. Deməli, onda baxaq məsələmizə. Bizim məsələmizdə deyir ki, bizə n dənə integer verilib və cəmi x-dan kiçik olan integerlərin yerlərini tanımalıyıq, təbii ki. Ona nə edirik? Baxın, deməli, n dənə integerimiz var. N dənə integeri daxil elədik. Cəmimiz x-dir. Cəmimizi də daxil elədik. N dənə integer və cəm. İndi vektoru yaradırıq. Amma bizim vektorumuz pair nə olur? Niyə? Çünki elementlərin indekslərini saxlamaq lazımdır bizə. Pair long indekslərimiz int, yəni indeksimiz n-dir olsa, n də kiçikdir. Və bizim bir dənə adlı pair vektorumuz. İndi nə edirik? Elementlərimizi daxil edirik. For int i bərabərdir 0-dan, i kiçikdir n-dən, i plus plus. Deməli, bizim klaviaturadan daxil edəcəyimiz element bizim i-nin first-üdür. Düzmü? I-nin second isə bizim, deməli, i-nin second isə i second bərabər olur bizim i-mizə, amma üstünə 1 gəlsək. Çünki massivdə indeksləmə 0-dan başlayır. Bu bizim vektorumuzun orijinal nömrələridir deməkləri. İndi rahatlıqla biz vektorumuzu sort eləyə bilərik. ABG-in INT. Sort elədik. İndi nə edirik? Heç bir şey. To pointers'ı tətbiq elədik. L bərabərdir 0, right bərabərdir n-1 qaydamızda demişdik. While nə qədər ki bizim son şərtimiz L kiçikdirsə R-dən long cəm bərabərdir a left first üstünə gəlinsin air first. Beşlə, sadəcə burada two pointers qaydasını tətbiq edirik, yəni başqa bir şey yoxdur burada. If əgər cəmimiz bərabərdirsə x-a, x daxiləmişdir yuxarıda, bərabərsə x-a, onda nə edirik? Yazırıq ki, cout yerləri il second boşluqla ir second. Və təbii ki, burada da return 0 yazıla bilərik, çünki proqramımız artıq işini bitirdi. Yox, əgər bu deyilsə, onda iki halımız var. Ya if cəmimiz x-dan kiçikdir. Əgər cəmimiz x-dan kiçikdirsə, onda nə edirik? Left-i artırırıq bir vahid. Əks halda isə right-i azaldırıq. Əgər return 0 olub proqram yekunlaşmayıbsa, onda olur cout impossible. Və proqramımızın sonu return 0. Bu qədər. Deməli, pair yaratdıq. Pairdə birinci tərəfində elementlərimizin saxladıq, ikinci tərəfdə indekslərini saxladıq, sort elədik. Niyə belə yaratdıq ki, indekslərimizi itirməyək? Çünki bizdə indeksləri satmaq istəyir. Heç bir şey. Sonra burada nədir deməli? Deməli, iki dənə cüt tapmaq tələb olunur. Və bu cütlər bir-birinə yanaşı deyil, bitişik deyil. Biri əvvəldə, biri sonunda və s. ola bilər. Əgər yanaşı deyilsə, bizim orada Sliding Windows işlətməyimiz düzgün deyil. Çünki Sliding Windows'da bir alt ardıcıllıq götürür. Yəni burada isə bizə iki dənə fərqli qiymət lazımdır. Fərqli yerdə duran qiymət lazımdır. Ona görə də burada two pointers işlədirik. Bu two pointerımızın məntiqidir ümumiyyətlə. Yəni standart yazılışdır. Sadəcə bura second yazırıq. İndeksləri çıxarırıq deyə. Run eləyirik. Görək proqram işləyirmi və düzgün cavab verirmi bizə. Deməli 4 8 2 7 5 1. 4 8 2 7 5 1.
Hə 4 2. Mən yerlərin to integer values işte several Yerlər dəyişiyor olar. yerlər dəyişə ola bilər də. Yəni mən qəbul edirəm. Okey. Okey, bu problem deyil yəni. Evet. Şey, bu kodumuzu indi biz burada submit eləyək. Pointers plus plus. Submit choose file. Scope'dan görək düzdürmü? Bu kadar. Accept aldı əmin dəqiqə. Sonra məsələnin həlli. Yazdın maplə Fuad xan. 23-24'den göstermiyor. Testler ne kadar vaxt geçsin. Birini 10 saniyə, 23-24, birini 12 saniyə, birini 13 saniyə. Anladım. Mapdə deməliyim. Məhvdə de yox, anladım. Ben çok oldum yine de. Yəni unordered map götürmək ümumiyyətlə məntiqsizdir, heç. Yəni mapi yenə başa düşdüksə ortada tutsun. Mapi yazıb, mapin üzərindən Hatta şeylerden ki bir başa yok. sıxmaq ayrılsın ya. Var yok, başa yok. Yazdın mı Eksen? Ben birinci yazdım ben. Yani neydi problemi? Şeydi, bir nesilden ədədi saxlamaq problemi. Mesela birden 10 milyon olsa. Onun dediğinde bayağı. Onu değil, böyle dedim belki 2-3 tane yetki olsa ne seçeceksiniz? Ha, orada multimerdən istifadə etməyə çalışdım. Onun elində hələ yazsın. Yazsın deyə yazıb tarafını qısaltmışım. Aslında mutfak ihtiyaç yok. Niye? Çünkü değişim çoktursa zaten birini çıkartsın. Ama çok olarak yine 2'den 7'nin Cem. 14 diyor, bir yetki çıkarmışsan diye değil. O zaten şey problem değil. Özün de okuyorsun ama. Ha, bana öyle yardım yani yetki yardım. Benim yetkim yok. 37 yardım aslında olması gerekiyor. Ama senin bir tane yetkin varsa, sayı azaldırırsan orada. Bir yetkin var, sen 14'tü. Bir yetkini götürürsen. İkinci yetkin gəlib görülür orada. Görmür. İkinci 7 görmür. Əgər birinci mən götürsə, görmür. 2 dənə 7 varsa gəl. Yok, bir senden değil ha. Sen cəmdə yetkini çıxırsan. Ondan yerə qalanların içində tutarsan. Yerdə qalanların içində tamamlayıram. Yəni elə bir Mesela sen 14'sen yetkini götürürsən, məndə bir tane yetkin var. Bir dəfə o yetkini görməsin diye deyirəm. əgər elə bir ki, iki axır yanında indeksi də saxlayıram. Deyirəm əgər bu indeks sizə Hə, o bərabər şərti qoyursansa yes. Şərti O şərti qoyursansa qoyursan. verəcəksən. Formasıyla daxil eləmsən, if. Mapin içində find eləmsən. Axı o yen işləyir, find təbdən o yen orada. Çözmə sorun. Okey, ama ben de aktarış edeyim. Hə, axtarış eləməməlisən, deyil mi? Ya zaten for yazırsan, içində axtarış edirsən, find elə sözsən. Orada şeydi, unorder'ın o birinin aktarışını değil. Anadolu dünya, Anadolu yazsan, map yazsan, adı map yazsan. Yani onun da yükselmesini, unorder'ın yükselmesini bir ölçek olduğu için. Anadolu yazar məsafsən orada. Pointers edirsənsə, sən pointers eləmsən. Sen temelerde. Bir nefse yok. Anadolu'da necə find o bir ola bilər, yəni necə də hansı məntiqlər bunu deyirsən, Anadolu'da. Yəni o da desən başa düşdü, yəni bəlkə ola bilər, yəni yox ki. Ama o dört arkasında işliyor. Sen ona element verirsen o kaçlığı nasıl bir çekimi Find o bir orada, yoxsa o kendi olur. dəqiq. Olur. Onda niyə find bizə düşür? Niye ki faydalı? Yəni ki find-nə? Find o bir yazsın, oyun kvadrat olur. Oyun olmalıdır və find düşməməlidir. Oyun sən. Ya məsələn idealdır, oyun. Bax sən neçə saniyə yapmışsan orada? Neçə saniyə verməyibdir. Okey deyirəm, bu artıq qalır. Görünək ki, testidir, bax dəqiqəsini özümə. Oyun testi. Dolayısıyla bax hələ 2. Bu keçməsində. Yəni bəxtli gətirib əvvəldən tapıb. Böyüyə də əvvəldən falan tapıb.
Test yapmış testi. 20.001'di yəni. Ona görə test aldım. Bax, Nihon test tapı. Bax. Bax, bir əvvəldədir. Faillə gedib axırı tapmalıdır o. Mətndən axırındadır da, elə özü, böyük ehtimal. Bax, 1-0 tapmalıdır. Sıfırda birbaşa indeksə niyə müraciət edirsən? İndeks kimi. Fail yazırsan. İndeks kimi müraciət elədim, getdi sıfırdan. Çünki secondda saxlayırsan. İndeksin özünü firstda saxlayırsan. Ya, find olmalı, indekslə müraciət edirsən. Nəysə, sən düzəldirsə başqa məsələ var. Yazın sən Kənan. Başa düşdün? Əla, qəşəng. Həşnə, Xesdə şey var. Deməli, baxın, Xesdə belə bir şey var. Onu özünüz evdə işləyərsiniz. Baxın, burada gəlirsiniz deməli. Tree algoritmlərdən də aşağı. Baxın, burada sliding windows problemləri var. Sliding windows ait 10 dənə problemdir. 2, 4, 6, 8, 10, 11 dənə problemdir. Bunlara baxarsınız. Hansını işləyəlməsəz, gələn dəfə baxarıq. Yəni, hamısı qəşəng maraqlı problemlərdir, 100%. Biz başqa şeylərə baxaq onda. Bir dənə sub-array məsələsi olsaydı, baxardıq. Substring var burada. Bir də sub-array lazımdır. Substring. Stringdir, bu olmaz burada. Sub-tree var. Tree keçməmişik, okey. Arraylər hanım? Graphdır bu. Dinamik var. Hə, bir də sub-array tam. Bunu yazmışam nə vaxtsa, 2024-cü ildə. Heç nə, hə, baxaq onda buna. Sub-array sum. Sums 1. Sums 1-dan 2-nun nə fərqi var görək. O şey, bunda deyəsən çətinliyi yox. Okey, nəysə, sum 1-a baxaq. Deməli, n dənə pozitiv integer verilir. Bizim taskımız the count of the number of sub-array having some x. Cəmi x olan sub-arrayi tapmaqdır. Yaxşı nə deyil? Hı? Yaxşı nə deyil? Yo, bayaqçı 2 idi. Düzü tapmaq idi. Bu sub-arrayi tapmaqdır. Bayaqçı two pointers məsələsi idi. Bu sub-array isə sliding windows məsələsidir. Saymalıdır ki, sub-array var ki, cəmi integer var. Print one integer the required number of sub-array. Sub-arrayləri, mümkün sub-arraylərin sayın. Heç də bir dənə count götürürsən, plus eləyirsən hər dəfə. Əgər sub-arrayini ödəyirsən. Sub-arrayi də getdikcə böyüdürsən. Kiçikdən böyüyür, artırırsan. Yalnız böyüyü ödəyirsən, kiçikləri də ödəyir deməlidir, içindəki hamısı. Amma cəmi x olan, x olan, kiçik olan deyil. Cəmi tam olaraq x olan. X-dan kiçik desəydi, onda maraqlı idi. X olan okeydir, yəni konkret məsələdir. Nəysə, bunu yazın, bu asandır. Sizə qəşəng maraqlı məsələ tapdım. 1 saat belə işləməli.
Mən niyə belə həll yazmışam da ona 2024-cü ildə? Yazdım Fuadxan. İşləmədi. Görüşün olmaz, canı sağ olsun. Mən də nəysə olur, basıram, məsələn, impossible yazılır, səsə girirəm, dil səsə bilmirəm, qəlbə hadisələr baş verir. Niyə? Valla bilmirəm. VS-Code-da işləyirəm, məsələn, elə ki, başqa həll yazıram, yenə də elə ki, əvvəlki həlli yadımda saxlayır terminalda. Sonra dəyişdirirəm, VS-Code-da dəyişdirirəm, tersi pasını salsıram, onda işləyir, səsə girirəm, dil seçmək istəyirəm, səsə bilmirəm. Rast seçilir. Rasta yazmağı istəyir də. Sabit şeylərdə 88. Full file seçmeyi, separate file olsun, seçtim language Rust, böyle şey olur. Refresh falan elədin. Refresh edeyim, sonra Logout login elə. Soğan dili seçmeyi. Bəlkə sual rasta yazılmalı. Sabərli. Sabərli sanma. Hə, o bu deyil, bu deyil. Sən sildirlər, nədir? Not da. Sorting method deyil. Sabərli sağ. Biz after istəyindir. Hüseyin bunların ikisini yazmamız var bir də. Ne bunların ikisini yazmamız var. Ama sen şimdi burada da düşünüyorum. Orada eğimde impossible falan yoktu düşünüyorum da. After mesela her yazılı impossible. Abi çeşitli terminal köhnədə qalıb necə edirsən? İncillik problemi deyir. Ben de sol vereyim. İncillik şey eləmək lazım. Yeniləmək lazım. Güzel olmaz. Bundan sonrakini yazdım. Sabahleyin hesabı için. Mənfilər. Dört koyucu şirkəti yok mu? Neye sahip? Zahir bir koyucu şirkəti yok mu? Burada da aynı şeyse profesyonellikler var. Yes. Eynidir. Burada mənfi inputlar var sadəcə. Aslında sən yazsın. Dostlar baxın. Bax, mətnə olmur da, əl çək. Pointer'ını yaz. Mətn məsələsi deyil. Sən sizlər bu tarix və xoşuma gələn mətn öz məsələsi var da, niyə xoşuma məsələsi yazsın? Mesela diyelim ki standart Mətn məsələsi budur. Bu mətn məsələsidir. Bu mətnə yazsan, kesin zəngətdir.
Onda bilmirdim deyə bütün halları yoxdur, sabit edirdim. Görüm hansını tutulacaq. Ben bilmiş oldum. 2024. Avqustun 31-i. Tam 2 il əvvəl. İmtihana girdiğimiz var. Hə? İmtihana gittiğimiz var. ADN imtihanına. Onda yok sentyabr ediyorsa yok. Yox, onda sentyabr. Oktyabr idi, oktyabr. Ben onda teze gelmiştim. Ezber müəllim var idi. Ezber müəllimdən soruşmuşum ki, bəs bu da ICP'si var. Dedi o nədir? Dedi mən bilmirəm, get Fadla bilmirəm. Dedim Fadla bilmirəm. Getdim yaxınlaşdım, dedi var. Nəqlab var, Siklab var. Siklab var. Sonra necəsə oldu tanıdım mən. İsmail, amma o bilmirəm nəsə tanıdım. İsmail dedi ki, belə kesinlikle bir yapalım. İsmail Özal'ın yadaşlarlarını axtarırdı. Axtarırdı. Hayır, kesin ben ona yazdım. Sonra bir həftə sonra dediler ki, belə bir yarış olacaq. Qatılmazsan qatılsın, mən də qatıldım. Hə, hansı yarış idi o? Bilmirəm nə yarışdı, nəsə yarışıydı. Şeydə özdə keçirdim. Sayla. Hələ? 2 sayla. Təzə təmir olunan yerdə. Yox, oturub yazmadım da, online yazdım məncə. Hə, Bir yoxlama yarışı kimi bir hə, şey dediler ki, bildim, mən hə. yazacaqsın. Tez-tez yazdım. Mən var idim orada. Məncə var idi. Buraya gəlmişdi, yardıma belə Göyçək Girzad. Hə. Sən burada durmuşdun. Hə, yadımdadır, yadımdadır. Yadıma düşdü, həmən onda hələ biz təzə tanış oluruz Mehdi ilə. Burası, hələ. Buraya. Ben buraya oturuyorum. Yaxınlaşmır ha? Olsun. ICP'si de notebook getirmeyi Ya. not getirmeyi. Not gətirmə, hə, not gətirmə. 15 səhifə apara bilərsən. Nasıl oldu? 15 səhifə istədiyin şey yazma apara bilərsən. Yani misal için de bu yapki şeyin probleminin fiksi bu. Hə, Kasmanın aşağı. yaz aparansın. Yani imkan var, yani icazı var. Düz o zaman 15 səhifə nə istəyirsən yaz apar. Məlik Məmmədin nağılı. Ben template yazıp bakmıştım. Bana çok yazmışlar. PC'de LCM'ler yazmışlar. Ha valla. Sen de böyle sen görseydin. Ne şartmıştı? 200 sayfalık bir şey var. Template'ler dedim ki adam tutuyor. Bakmadaydı. Dese ki abi çok daha ilk yazmak için de yazdığım template'leri LCM, AB atabilirim. 2 saniyesini halleder. Hansı plasda hazır olan cisili funksiya. Ha. Mənim günahım nədir? Ele yazma ayırdım ama hiçbirisi lazım olmadı. Ne Word sort düştü, ne LCM düştü, ne GCD düştü. Ayrıca Farklı düştü. Ama çok artık lazım olur da GCD, LCM. Mən sonra ona bakarım ya. Bu sene Sungay kapet yazıyor. Mən bu kadar istəyirsən. Ne yapalım? Mən bu. CV handling. Hə. O yazıyor ben de. Mən bu daha nə deyirəm bu? Şəkilim var. Skiyen atalım. Yenə aparsan apara bilərsən. Şəkilim var idi hə o. Şəkilim var. Şeydə İsrail algoritmi dərsində. Şəkilim var idi. Handshake. Handshake. Handshake böyle. Handshake var hə. Şəkil. Nə var? Shake, hə shake yadımda qalmışdı. Handshake. Handshake. Şey, içlerin... Qrafın girişləri yəni belə tuturdu belə. Şeydə sağal qaydası var fiskada. Buradan şey girir. Yəni cərəyan buradan çıxır, bunu qafilətdir. Bəs məsələni həll elə.
Sağ bu jivli burvo qaydası. Cərəyanın axın istiqaməti əlimizin istiqamətlə. Barmaqda şeydir, şiddət. İ. Cərəyan şiddəti. Müstəvidən çıxan o havuzumuzun içinə daxil olur. Bu nədir? Belədir. Mətnən yazılır. Hələ seçin özündəlik problem. Məsələn, vektor, iki dənə vektor yaratmışam. Vektorun biri deməli nədir? Cəmlər saxlayır. Yes, hədə cəmlərdir. Cəmləri artırlar, rekursiv saxlayır. Sonra məhv yaratmışam. Ezalt 0, məhv 0, 1. Count, result məhv, BG çıxılsın X. Yəni, 2 mən yazmışam. Bu mən 2024-də yazmışam, ona görə indi görək necə yazmışam hələ. Deməli, məhvə long MP məhvi yaratmış o ki, rezultımız 0-dır, cavabı rezult olmalıdır. Rezult şeylərin sayıdır bizim. Fərqli savərrəklərin sayıdır. J başlayır 1-dən n-ə qədər gedir. J++, ölçünü 1-dən götürmüşəm n-ə qədər. T, PJ ilə X-in fərqidir. X nədir? Bizim əlimizdə olan cəm. PJ nədir? Massivin J-yə qədər olan elementlərinin cəmi. Okey. T alınıb. Əgər MP count T varsa, onda rezultımın üstünə məhv T-ni gəlmişəm. T-də savərrəklərin sayıdır. Yəni məhv saxlayır o. Yəni count 7-yə uyğun savərrəklərin sayını saxlayır hər dəfə. Heç də gəlmişəm və artırmışam. Yəni belə bir savərrək yaranır. O rezulta gəlirəm və sayını da bunu artırır. Heç bir şey. Sonra da çıxışa da vermişəm result. Nəyə? Savərrək deməsən onsuz. Böyük ehtimal bunun daha optimal həlli var. Bunu sliding window'dan necə yazarıq? Necə yazarsınız? O maraqlıdır. Bax, map əllini siz yazmalıydınız. İndi map əllini mən yazmışam, göstərdim sizə. Sliding Windows'da gəlir, məsəl üçün, yenə qədər gəlir, orada elə bir qutardı, dayanır. Məsəl üçün, ilk nümunələrə bütün hamısını topla, cəmi 7-dir. Orada o tərəfə yoxlar, en qutarı, onu görürlər, varını sizə girir. Yəni, bir dənə sağ. Amma burada bir dənə deyil, 2 dənə, başqa sabər deyil olan dəfəsi də girir olsun. Ona elə demək lazımdır ki, yenə qədər deyilməz. Mənfi 1, mənfi 2, mənfi 2, mənfi 1, 2, 3, 5. Düz. Mənfi 2 ilə cəm 7 olmalıdır, düz. Cəm 7 olmaq üçün nə ola bilər burada? 2 ilə... Mənfi 1, 3, 5, mənfi 2. Hə, onda sliding window işləmir təbii ki burada. Çünki o... Hə, sliding window işləyir əslində. Amma o şeydir də, razıyam. Sliding window bura getməz ümumiyyətlə. Çünki o bitişikləri götürə bilir ancaq. Və burada mənfi var deyə pozulur şey. Yəni, burada şeydir, sliding window işləməz. Yəni, elə ən idealı maplə yazmaqdır. Amma mənə adıma məsəl üçün bir şey gəlmədi arası ki, endə verir ki, dayanmasın. Bilirsən, sliding window olmaq üçün monoton olmalıdır. Və sən ortadan bir ədəd atırsansa, monotonluq pozulur avtomatik. Yəni, sən orada sliding windows tətbiq eləməyin mümkün olmayacaq. Çünki sliding windowsun ən əsas qaydası odur ki, arzulığın monoton olmalıdır. Fikirləşdim ki, endə dayanmasın, o logik gəlir, n kvadrat. Yox, indi dayanma. Ümumiyyətlə, o sliding windowsun özünün standartdır. Sən orada nə istəyişirlərin pozulur, başqa bir şey olur. Yəni, o da artıq kompleksini artırır, yəni nə dəyişikləsən. Çünki onun ən idealı odur, yəni başqa bir şey dəyişikliyi eləyə bilməsin. Yəni, maplə həlli olmalıdır ki, bu. Yəni, tək həlli mapdir.
Baxın, map-i də burada tətbiq edirlər. Və ona görə də elə map 50 keçir. Məsələn, baxışına map 50 yazsam və Fuadxan kimi arası səfərlər verəcək. Təmirini verəcək. Çünki mapə element yığıb onun içində axtarış eləmək, bir də elementin özün birbaşa axtarmaq, yəni özün birbaşa axtarmaq daha sürətli olacaq kifayət. Yox ki, mapdə nə olsun bu prosesor sürətli gedir. Ona görə yəni slide Windows-dan özündə eləmək daha sürətli. Yəni vektorsuz falan onu edirlər, bilmirəm necə edirlər. Cəmlərin anlatmalar vektorsuz. Böyük ihtimal birbaşa simlin daxilində yazırlar yaradılanı. Məsəl üçün mənim hansı kod edib baxaq bir də ona. Eləmək olar bəlkə də. Onda ümumiyyətlə əməlli çox sürətli olur, yəni bildik. Yəni vektor element yığıb içində müraciət eləmirsən daha. Məsələn bu kod deyildi. Bundan əvvəlki kod deyə pair olmayan. Yaxşı. Bug deyil də özüm eləyirəm. Əl çək. Bu niyə belə eləyirik? Heç xoşum gəlmir bu eyləm gedən. Facebookda işləmək istəyirəm, o da ki, anlayılsın. Amma öz kompüterdə deyil. Mən quraşdırmağa biraz ərindim, VS Code, ona görə heç quraşdırmamışam. Hə, məsələn burada, məsəl üçün bax, vektor elementləri daxil eləmişik. Hər dəfə vektora elementin cəmin gəlirik. Sən burada artıq vektorun içinə müraciət eləmirsən. Düzümü eni yazırsan, sin yazırsan bura birbaşa. Cəmi burada artırırsan. Prosta bu pozulur. Ayel. Eli necəsə müəyyən edirlər, saxlayırlar, qiyməti dəyişirlər. Mən onu harada görmüşdüm? Biz konstruktorda oxuyanda müəllim onu vektorsuz yazırdı. Sürüşən pəncərəni. Yazımda necə yazırdı? Sonra da axtardım, tapa bilmədim. AI-dan falan kömək istədim, tapa bilmədim. Yəni normal o, yəni onu tapa bilməmək onsuz. Heç də tapa bilmədim onu. Yəni müəllimi də tapa bilmədim ki, soruşum ondan. Mən məhvdən istifadə eləmədim. Vektordan istifadə eləmir. Yəni birbaşa nə vektor? Şeydə bilirsən data structure istifadə eləmir. Oxuyur, tətbiq edir. Amma necə edir? Çünki orada sərhəd var, reft. Bunu nəyə əsasən yadda saxlayır? O yəni maraqlıdır. Bunun da vaxt qulaq asmamışdım deyəsən. Sən başa düşməmişdin. Yəni onsuz mən o vaxt sürüşən pəncərəni vektor üzərindən zor düz başa düşürdüm. Yəni onu ümumiyyətlə heç başa düşməmişdim. İndi mən bəlkə başa düşmərəm bu vektor. Heç nə belə. Heç nə bu qədər. Gedə bilər evimizə, işimizə. İşləyə bilərsiniz bu arada. Kontest var Codeforce'da. Onu Keçən bir şey bağından qarşılaşdım.